Herkese salam aleyküm. Bu günləri sizlərlə birlikdə Azərbaycan TikTok trendinə baxırıq. Əgər də kanalıma abunə deyilsinizsə, aşağıdan kanalıma abunə olub bu videomu da like atmağı qətiyyən unutmursunuz. Görək bu xala axtaranlar nə edir belə? Şəkili bir adam bu mahnını trend elədi. Yəni özü öz səsinlə danışdığı, arxa planda mahnı gedir. Ona görə trend oldu adam. Sən niyə xala axtarsan? Bir dəqiqə. Yorumlar niyə kapalıdır? Bax. Oo! Dağlarda gəzən oğlan xala axtarır. Vay. Bir də bu xala axtaranların dayı axtaranları da var. Onları da göstərəcəm. Ona görə də videonu diqqətlə izləyin. Harda say xalalar. Mən də axtarıram. Vəbşi mən də görüşürəm. Şadlıqlarda görüşək. Sən ninirsən xalanı. Ah bu nə tevalıq videodur. Ataq bu nə tevaya. Məncə qalsın burada onu istifadə elədik. 30 yaşından sonra oğlanlar. Vay qarşıma oyna bak. Biz də oynada bildik. Ama bu video çox vırtdı. Normalda bu tərz saz stilində olan ya da nə bilim belə bu tərz şeylərə meyilli olan insanları heç vaxt paylaşmıram. Niyə? Çünki pis örnək olmaq istəmirəm heç kimə. Amma bu video fərqlidir. Gəlin baxaq. Ya bu oğlan saçma fikir vermir. Demək istəyən fərqlik budur. Amma superdi məncə. Zor olub bu video. Amma birə-bir o adama oxşuyur. Bu necə olur? Nəysə, biraz da dayı axtaranlara baxaq mı? Biraz da dayı axtaranlara baxaq məncə də. Buraxmışam, dayı axtar. Niyə belə videolar çəkirsiniz? Niyə? Amma sizə bir şey deyəcəm, ona görə videonun sonuna qədər izləyin. Diqqətlə qulaq asın mənə. Sadəcə bir baxaq, sonra normalni fikir bildirəcəm bunların hamısına. Hamı axtarır, hamı biri dayı axtarır, biri xala axtarır. Nəysə, qod durum 5-7 leksu xoddum gəlirəm. Xala axtaranlardan çox dayı axtaranlar daha maraqlıdır. Belə fantastik şey, pullu dayı axtarıram. Sənin neçə yaşın var belə? Sən belə pullu dayıya maraqlısan. Yaşın keçib? Vallah sən məncə hələ yorumlar da bağlı böyük ehtimalla çox maraqlı yorumlar gəlib ona görə. Sən hələ bir məktəb falan bitir, sonra ondan sonra qocalarsa, ondan sonra nə axtararsan özün bilərsən. Daha yox həci. Mütləq. Yəni kim həcidirsə tapışsınlar. Ay birdən Elsəvərə oxşatdım bunu. Evlim Elsəvərdir. Axtardığın yer haradır? Yox, TikTokda axtarırım. Dayan, çox maraqlı gəlir. Telefon ekranına baxmaq istəyirəm. Belə bir niyə gərəksə duydum, heç özüm də bilmirəm. Bir dəqiqə maraqlı gəlir. Tək atıram. Attım. TikTokdur. Tamam. Oo. Bu nə temadır? Sən atdım oraya. İnşallah bu nə temadır bilmirəm nə vaxt gələr. Böyük ehtimalla ya sabah ya da birisi gün gələcək. Ay dayılar yazın. Hayıfçı dayı deyil. Zarabı deyil. Neyiniysə dayıdır. Ay qurban sənə. Mən sizin kimi gözəl dürüst xanım axtarıram. Oy da dominon nətər ağzına. Yox artıq. Hayf dəşi. Bax, adam xala axtarıram deyən bir mahnı da adam oturubdu metronun içindəki adamları çəkir, yəni birbaşa onları çəkib yüklüyübdü TikToka. Siz bunu böyük ehtimalla sansürlü görəsiniz videonu, çox təəssüf ki. Çünki düz bir şey eləməyib ona görə. Bir qazan dolmaya görüşürəm. Oyda. Nəysə, gələk trenddə sözümüzə, söhbətimizə. Ümumiyyətlə bu İzzət abimiz kimdir? Bir ona baxmaq istəyirəm. Şəkil abimizə baxaq. Bu adam təsəvvür bir dənə video yükləyirsən və videon partlayır, xala axtarıram deyə bir video yükləyirsən. İçkilər falan çox istifadə edir. Böyük ehtimalla hal-hazırda gördüyünüz monitorda bəzi yerdə senzuralıdır, yəni sansür var. Xala axtarıram mahnısı 933 min baxış aldı. Yəni və videolarına da ortalama baxdığımızda bu videosunun çıxmaq şərti ilə, çünki burada siqaret çəkir, burada çəkir. Nətər olur? Eyni videoda biri 239 min izlənir, biri 67 min, 281 min, 489 min. Vay, adam bir dənə video ilə partladır burada. Trend edir yəni bir dənə video olsun. Ümumiyyətlə Azərbaycan trendlərindən danışmaq istəyirəm son zamanki. Çünki bilirsiniz, bir axırıncı trendi xatırlayırsınız da, yəqin damburu. Belə bir qəribə bir trend var idi. Çox təəssüf ki, vaxtı getdi. İndi də belə bir xala axtaranlar çıxıbdı. Məncə çox üzücü və pis olduğum bir şeydir. Nə yalan deyim? Vallah, çünki niyə pis oluram, niyə üzülürəm? Əslində yaxşı şeylər trendi
olmalıdır Azərbaycanda. Bu tərz şeylər yox. Niyə xala axtarıram deyə bir şey, niyə Azərbaycanda trend olur? Mən istəyirəm ki, dostlar, nə yalan deyim, Azərbaycan trendləri çox yaxşı olsun. Çox qəşəng trendlər olsun. Girirəm, baxıram məsələn türklərin trendlərinə, ya ingilislərin trendlərinə, görürəm o qədər maraqlı şeylər trend olur ki, bunlarda. Baxıram belə dəhşətə gəlirəm bir sözlə. İnşallah bir gün zaman gələr. Belə bir serimiz başladı bizim bu gündən. İnşallah hər dəfəsində normal trendlərlə qarşınızda olaram. Daha gözəl trendlərlə. Bu şəkil abimizə də videoma baxırsa salamlarımı göndərirəm. Yəni sənə qarşı heç bir şey demirəm, sadəcə insanların izləyib də trend elədiyi şeylər çox qəribədir. Buradan da bütün Şəkiyə salamlar, həmçinin də Azərbaycana salamlar. Hal-hazırda ekranda 2 dənə video çıxdı. Onları da izləməyibsinizsə keçib izləyə bilərsiniz. Bu arada biraz yaxın gəlin. Sizlərə belə bir şey demək istəyirəm. Sevilirsiniz.